Əlinizdəki telefon bir zamanlar ərişdə idi. Yox, ciddi deyirəm, 1938-ci ildə Samsung Koreyada un, ərişdə və ərzaq satan kiçik bir ticarət şirkəti kimi başladı. Adı 3 ulduz mənasını verirdi, gücün və sonsuzluğun rəmzi. Koreya müharibəsindən sonra Samsung genişləndi, tekstil və yun fabrikləri açdı, ölkənin ən böyük geyim istehsalçılarından birinə çevrildi. Amma 1960-cı ildə qurucusu Lee Byung-chul başa düşdü, tekstil gəlir gətirir. Amma gələcək texnologiyadadır. Koreya hökuməti elektronikanın inkişafını stimullaşdırırdı. Samsung elektronikaya daxil olaraq Samsung Electronics'ın təməlini qoydu. 1970-ci ildə Samsung artıq öz qara-ağ televizorlarını istehsal edirdi. Sonra məişət elektronikası və kompüter yaddaşları istehsalına keçdi. Bugün Samsung dünyada elektronika nəhəngidir. Smartfonlardan tutmuş mikrosxemlərə qədər. Sabahın nə olacağını bugünkü baxışın müəyyənləşdirir.